Hər zaman sual verirsiniz ki, yağdan gedən çəki ilə sudan gedən çəkinin fərqi nədir? Bugün mən sizə daha izahlı bir formatda bir rils hazırlamaq qərarına gəldim. Gördüyünüz kimi 2 torba var əlimdə və sürətlidir. Görürsünüz, su gəlib keçicidir. Necə ki, suyu axıtdıq və torbamızdakı olan su sürətli bir şəkildə bitdi. İndi isə keçirik quma. Qum torbamız bizim yağ torbamızdır. Elə zənn edəcəyik və bunu görürsünüz ki, burada qum axmağa başlayır, amma sürətli bir şəkildə axmır. Yəni, sudakı qədər sürətli deyil. O deməkdir ki, sudan gedən çəki sürətlidir və gəlib gedicidir. Amma yağdan gedən çəki isə sürətli deyil, mütləq iradə və səbir tələb edir və bununla yanaşı düzgün balanslı qidalanma və hərəkət. Əgər siz fokuslansanız ki, yağdan gedəcək çəkini əldə etmək istəyirik ki, bu təbii ki, ən düzgün metoddur, o zaman bunları da nəzərə almalısınız.